Xoş gördüm hər birinizi. Allah hər kəsə bax belə gözəl villalarda yaşamağı nəsib eləsin inşallah. Dəyərli izləyicilərim, Mərdəkandayıq. Mərdəkanda daimi yaşaya biləcəyimiz bir yerdə Polis Akademiyası yolu üstündə yerləşən bu 7 sotluq 255 kvadratlıq tam əşyalı evin təqdimatına gəldik. Like'larınızı bol eləyin. Çünki evi sizə ətraflı göstərəcəm. Gəl birinci buradan giriş tərəfindən başlayaq. Gördüyünüz kimi hasar belə keramogranitlə üzdənilib. Burada mənim də, sizlərin də sevdiyi yer olan mangal meşəliyin qarşısında. Amma hər zaman dediyim kimi necə eləyirik? Bu gözəlliyə inanmırıq. Evlərinizi alanda mütləq və mütləq formada yoxlatdırın və yaxud da tikintinin videolarını, şəklini tələb eləyin. Burada dediklərimə qulaq asın. O ataların bir dənə sözü var idi. Necə idi o? Yadımdan çıxdı o söz. İndi yadıma düşsə deyərsiniz. Orada kommentariyada yazarsınız. 50 kvadratlıq besetkası özünün sanitar qovşağı və mətbəx mebeli yığılıb. Tam isti döşəməlidir. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. Burada 10 metr uzunluğunda, 6 metr enində, 1,60 dərinliyində daşma tipli hovuzu, yanında su ambarı. O demək deyil ki, Mərdəkanda su yoxdur. Mərdəkanda şükür Allaha dövlət suyumuz var. Qazı, işıqlı qaydasındadır, kupçası var, çıxarışı var. İpotekaya yararlıdır. Gördüyünüz kimi ev yenə də hər tərəfdən keramogranitlə üzdənilib. Evin ətrafını dövr eləmək mümkündür. Arxa tərəfə də keçid var. Ya Allah, daxil oluruq evimizə. Gələrsən, içəridə görüşərik. Gəlin bu gözəlliyin daxili ilə də tanış olaq. 50 kvadratlıq zal. Baxın, bəzən müştərilərimiz deyir ki, bu ev bahadır, bu filan. Qardaş, bu detaldır. Buna pul verilib. Yəni, bunlar havaya olmur. Təmir eləyənlər bilər ki, təmir necə bir əziyyətli bir şeylərdir. Bu görüntüyə bax. Bu görüntüyə pul verməmək olar. Mənim şəxsən pulum olsa, rahatlıqla alaram bu evi. Bu görüntüdə adam qocalmaz. Davam eləyirik. Geniş bir xol, tavanın hündürlüyü 3,60. Burada 32 kvadratlıq mətbəx, bütün mətbəx avadanlıqları qoyulub. Bu evə heç bir şey gətirməyəcəksiniz. Sadəcə olaraq bir dənə şəxsi əşyalarınızı, hər şey alınıb, hər şey Wi-Fi-yə qədər, xırda bir detalına qədər düşünülüb. Birinci yataq otağı. Bu dolabın da zəhmət olmasa göstər. Evi dövr eləmək deyəndə bax bunu nəzərə alırdım ki, yəni bu evin arxa tərəfidir hal-hazırda. Görürsünüz, yəni fırlanmaq olur. Gedək indi burada bu iki otağa aiddir bu sanitar qovşağı. Ümumi sanitar qovşağı deyirik. Güzgülərdən düşür kameramız. Heç nə olmaz. Gəl indi keç, buranı da göstər. Keçə bilmirsən? Belə get, sən bir yolun tapıb girərsən ora. Kameramız güzgüdən düşməmək üçün əlindən gələn eləyir Aynur xanım ki, necə eləyim mən ora düşməyim. Davam eləyirik. Oranı göstərmişik mətbəxi. Göstərmədik. Ha, o bayaqki kadrdaydı. Baxın, mətbəxi 32 kvadratlıq. Göstərdik axı, mətbəxi göstərdik. Gəl, gəl, gəl. İndi baxacaqsan kadra, mən sənə söz deyirəm. Göstərmişik, indi ikinci dəfə çəkdik mətbəxi. Qapıların hündürlüyünə fikir verirsiniz. Tam detalı axıra qədər yığıblar, gözəllik qatıb. Yəni evə bir başqa bir hava verir. Burada da bax gördüyünüz kimi yataq otağı, özünün sanitar qovşağı. Allah xeyir versin hər birimizə. Bax belə gözəl evlərdə hər birimizə elə çimən qarışıq. Hər birimizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Ən vacibi də huzurdur. Huzurlu evdə yaşayasınız inşallah. Burada çamaşırxanası, paltarlarınızı burada yuyub quruda bilərsiniz. Ütü stolu falan. Burada da sonuncu, dördüncü yataq otağı özünün sanitar qovşağı. Sanitar qovşaqlarının da rəngləri qəşəng seçilib.
Əllərinizə sağlıq qardaş. Alqışlayıram. Yəni Mərdəkan maşallah günü-gündən inkişaf eləyir. Bu evləri tikənlərin demək olar ki, 99%-i bizim dostlarımız, yaxın qardaşlarımızdır. Əməkdaşlıq eləyirik 15 ildir. Amma onunla baxmayaraq belə hər zaman bir söz deyirəm, videonun əvvəlində də dedim, sonunda da deyirəm, evlərinizi məndən belə alsaz, fərqi yoxdur Mərdəkanda. Ümumiyyətlə hər yerdə, harda alsaz, mütləq onları yoxlatdırın. Ən azından tikib satanın şəkilləri, videoları var. Bax bu da qardırob otağı. 830 min manat, Allah xeyir versin. Start dedik bu evin qiymətini. Özünüzdən müğayət olun, kanalıma abunə olun. Görüşmək ümidilə, hələlik.